mənim küslü qardaşımın ərazisindən mənim raketlərimi ərazindən vurursan. Niyə? Bax, bu qarşıdırma bu deməkdir. Qarşıdırma. Buyursunlar. Salam aleyküm, axşamınız xeyir. Nə gözəl debatlardır. Mənim Vahidə sualım var. Vahid, sən dövləti, prezidenti, dövlətçiliyi sevirsən. Bəli. Ne olar, bir Çok şey diyeyim, güzel. düşümdə aşağı, xahiş edirəm. Yox, Ne olar, valla diyor bir kəlmə. Darıxma görən nə deyir. Deyib, qısa bir şey Buyur, deyim. buyur, Mənim Nəsimi ölkəmin desin ilk sözünü. dəfə Cumhuriyyət Qoy sözün desin qazananda, Nəsimi. 92-ci ildə ilk dəfə Muxtariyyət yenidən müstəqillik qazananda Rusun qorxusundan Türk belə mənim müstəqilliyimi yox, ən birinci İsrail mənim müstəqilliyimi ölkə olaraq məni tanıyıb. Ondan bir gün ya da 2 gün sonra Türkiyə tanıyıb. Qardaş, mən meydanda tək olanda kim mənə yardım əlini uzadıbsa, qardaşım da, doğmam da odur. Öpürəm sizi. Allah'a emanet. Sağ ol. Vahid, Buyur. yenə bir də sual verirəm. Dövləti və dövlətçiliyi sevirsən. Bəli, əmin ola bilərsən bunu. Nə gözəl. Bizim prezidentin bizdən ağıllı, bizdən dərakəlı və nə bildiyi, nə etdiyin, bildiyin də Biz deyəndə kimi nəzərdə tutursan sən? yəni İlham Əliyev. Bəs sən deyirsən mən Yahudiyəm axı. Ay, sual verirəm sənə. İlham Əliyev. Yox, sən Yahudi olaraq mən etdiyi və Azərbaycanlı nə kimi vaxt- sual verə bilməzsən. Zor edirəm. İlham Əliyevin Zor nə etmirsən. etdiyi və nə vaxt- Samir Vahid, bəy sualdan hörmətin qaçmaya. olsun. Buyur, buyur. Ay, İlham Əliyevin ağıllı siyasetçi olmağın və nə etdiyin, nə vaxt etdiyin onu da təsdiqləyirsənmi? Tamamilə təsdiqləyirəm. Təsdiqləyirsən. İlham Əliyev bugünkü gündə İsraili özünə birinci müttəfiq bilir və onu dəstəkləyir. Buyur. Onu da dəstəkləyirəm. Dəstəkləyirsən. Deməli, Bəli. əgər İlham Əliyevin sən siyasetin, xarici siyasetin dəstəkləyirsənsə, burada danışdığın ya provokasiyadır, ya da Nəyin provokasiyası? Nədir? hakimiyyətə qarşı olan provokasiyadır. Nədir? Mən nə deyirəm hakimiyyətə Əgər provokasiya? İlham Əliyev bugün İsrail dövlətin özünə birinci müttəfiq Strateji sayır, tərəfdar olmaq, əzizim, tamam başqa şeydir. Ay Nəsimi. əgər bir də İlham Əliyev özü dili ilə deyib, Əzizim, strateji tərəfdar olmaq nə deməkdir? Bilirsənmi nə deməkdir? qulaq as, sən bir yaxdan danışsan. Nə deməkdir? Strateji tərəfdar olmaq nə deməkdir? Cavab ver Strateji görüm. tərəfdar elə ən böyük bir şey deməkdir bugünkü. Nədir, nə? Nə anlamına gəlir? Hər bir hərbi Nə? əməliyyatda dəstək Əzizim, verilməsi dövlət. Nəsimi, sənin qarşında bir savadlı, ziyalı, bir Soruşuram, vətənpərvər yenə də Azərbaycanlı var. soruşuram səndən. İlham Eşidirsənmi? Əliyev- Mən Yahudi Soruşuram, deyiləm. İlham Əliyevin siyasetini dəstəkləyirsən yoxsa yox? Dəstəkləyirəm. Dəstəkləyirsən. Sən Yahudi xalqına bir təhqir işlətdin və İsrail Nə təkrir, yalan mı deyirəm? Yahudilər düzmü hərəkət edir? onu İlham Əliyev demir. O demir. İlham Əliyev onu Ay əzizim, İsrail'e, Yahudi demir. Yahudilərin İlham İraq- Əliyev eşitmisən deyir ki, İlham Yahudi. Əliyev onu Əzizim, bir dəqiqədə sual verdim, Nəsimi, cavab verin. İlham Əliyev deyirmi ki, İsrail İranı əcəb elə vurub? Eşitmisən onu? Yenə də sənə deyirəm. Eşitmisənmi? Öz neytrallığın saxlayaraq. Eşitmisənmi o sözü? Öz neytrallığın saxlayaraq o deməkdir ki, əgər bu insan neytraldırsa, susursa Neytral demək olma. Baba görürsənmi? Sənin siyasetin yoxdur. Sən bu Samir bu qədər. Bu bizim adam, Samir bəyin bu canlısında adam bir bilirsən dəqiqədə sözünü Samir bəyin yetirən- canlısında bilirsən niyə Sən burada qoşulursan sən? səhərə kimi danışır var. Əzizim, mən dinlə, mən sözümü deyim sonra Bildim, deyim. mən səni Olar mı? tutardım. Mən bildim, mənə lazım olan suala cavab verdin. Yox, cavab vermə və bu ola adam bilməsən sən məndən. Mən İlham dinlə. Əliyevin düşmənidir. Azərbaycan dövlətinin düşmənidir və Kimdir? yalandan pafosunu deyir. Kimdir düşmənim? Mənmi? Sən məni tanıyırsanmı? Mən vətən üçün can vermiş olanam. Hayır, narahat olma. Məni tanıyırsanmı Buyurun, sən? Sən Sağ ol. məni tanıyırsanmı? Mən vətənin azaldığı uğrunda 2 şəhid verən oğlanın atasıyam. Eşidirsənmi? Mən Azərbaycan ziyalısıyam. Eşidirsən? Mən vətənimi, dövlətimi sevirəm. Dövlətdə olan, bəli, müxalif qüvvələrin, bəzi müxaliflərin yanındayam. Ancaq dövlətimin də yanındayam. Dövlət hakimiyyətində olan özbaşınalar yox deyən oğlan, cəsarətli oğlan mənəm. Azərbaycanda oturmuşam. Samir bəy kimi.
Sözümüzü də deyirik. Əsas demokrat azadlıq budur. Nəsimi? Sən bu canlıya qatılmağın məqsədi bizim Samir bəy çox uzaq görən adam. Niyə qotur? Çünki sən Yahudisən. Sənin ideyalarını öyrənmək istəyir. Siz Yahudilər elə bilməyin ki, elə bicdiyi siz bilirsiniz. Bu Ləzgi qardaş səndən də bicdi, səndən də savadlıdır. Eşitirsənmi? Nəsimi? Özü də gəh adını Nəsimi, gəh İsmail bu qoyub özünü müxalifət adlandırırsan. Müxalifət olmaq demək deyil. Dövlətin, dövlətçiliyin içində hakimiyyətə boşluqlar var. Buna mən müxalifəm. Bu bir də ancaq dövlətimi sevirəm, prezidentimi sevirəm. Demokratik islahatlar aparmaqdan ötürü mücadilə aparıram. Bax, budur dövlətin xalqını sevmək, Nəsimi. Yoxsa sənin kimi oturub orada Yahudidə, Yahudi ideyasından bizim xalqımızın, dövlətin birini qorumaz. Sən elə bilmə ki, üzr istəyirəm, mən üzr istəyirəm, mən fikrini tamamlayayım, mən üzr tamamlayayım. Mən əsəbləşdirdi bu. Bax, əziz Qələt elədi sən Nəsimi. hesablaşdırır. Əziz Nəsimi, sən Nəsimisən, İsmailsən, bilmirəm nəsən, adın, soyadın nədir bilmirsən. Bax, əsl demokratik, Vahid Qocayev yazılı bura. Niyə yazmışam Vahid Qocayev? Niyə mən deyirəm, dövlətimi sevirəm və hakimiyyətə boşluq sevmirəm? Bax, budur demokratiya.